İçine var yine hazırlayıram. Təmizlədim, yudum. 2 kiloydu. Hardasa buna belə bir 2 kilodan bir stəkan üstündən götürmüşüm. Çünki içində bir iki xarabı var idi. Onlara çıxmışım. Biraz əridi. Vişnəni əlavə elədim. Vişni bilirsiniz ki, xanımlarımız bilir. Vişne çox su verir. Əlavə elədim. İnşallah indi 1-2 buğum qaynadıb götürəcəm. İnşallah sabah pişirəcəm. Qalsın bu gecə şirədə. Sabah pişirib götürəcəm. Koydum pişsin. Qaynadıqca kəfin yığacağım. Pişirib götürəcəm. Qazın güclü yanın gözünə qoydum ki, qaralmasın, tez qaynasın. Kəfini də yığdım. İndi nə edirik? 2 dənə bax belə limon dilimi attım içərisinə. 1-2 dəqiqə də qaynasın, götürəcəm. Pişdi götürdüm, kəfini yığdım. Burada bir balaca qalıb, onu da bu belə sarfitka ilə götürürəm. Yine xanımlarımızın çoxu bilir bunu. Yəni heç nə qalmır. Belə hazırdır. Siz də hazırlayın, nuş eləyin. Göz haqqınızda halal eləyin. Rəngi də görün nə gözəl çıxıb. Bir də dostlar, bunun belə kəfini kim yeyib? Balaca vaxtda həmişə anam pişirirdi, rəhmətli. Ondan çay içirdim. İndi də o ağlımda qalıb. İndi bundan geçen çay içeceğim. Dostlar, varenyanı pişirdim. Bu limon dilimləri tabii ki. Bunu görüm ne kadar olacak. Dostlar, rengine bakın, görün ne güzeldir. Dostlar, 2 banka çıxdı. Belə. Kim nə hazırlayırsa qış üçün inşallah şirin ağzına yesin, canlarının sağlığı ilə.